mütləq ki, hər həftə sınaq işləyin. Sınaqların Telegram kanalına istəsəz mütləq rəylərdə yazın, mən sizə göndəreyim. Və ya mənim nömrəmə də yaza bilərsiniz. Mən sizə bütün bu vaxta qədər keçirilmiş sınaqların elektron versiyasını göndərə bilərəm. Üçüncü mövzu nədir? Üçüncü yerdə yazmışam mövzu sınaqları. Mövzu sınaqları nə deməkdir? Tutaq ki, siz bugün isimə aid bir test işlədiniz. İsimi öyrəndiniz qrammatikasına, testini işlədiniz. Qaldı sizə mövzu sınağı işləmək. Mövzu sınağı da eyni ilə belə bir testlərdir. Məsələn, nouns. Yəni isimə aid sırf testlərdir. Bu test 30 ədəddir. 30 dənədir. Yəni siz qısacası bunu işləyirsiniz və artıq bilirsiniz ki, noun sizdə necə yadınızda qalıb. Yəni nəyi zəif bilirsiniz, nəyi yaxşı bilirsiniz. Zəif bildiyiniz bir noun qrammatikasını siz təzədən müəyyən bir testdən işləyib gücləndirə bilirsiniz. Yəni qısacası mütləq təkcə noun yox, artikelın, baxın artikelında mövzu testi var və qualifiers if you a lot of olan qrammatika, reflexive and residual pronouns, baxın bunun da var mövzu sınağı and personal and possessive pronouns cavablar da var. Bunları mən hardan əldə eləmişəm? Təbii ki, Telegram kanallarından. Bunlar mənim deyil, Gülçin Aliyeva adlı bir müəllimdir. Çox da yaxşıdır. Tövsiyə edirəm. Mütləq ki, sınaqlara, yəni mövzu sınaqlarına nəzər yetirin. Və bunları da həm ksekopiya eləyib yaza bilərsiniz, həm də ki, elektron versiyanı açıb, oradan cavablarını yaza bilərsiniz. Ən sonunda da cavablarını yoxlaya bilərsiniz. Təbii ki, yazandan sonra yoxlayırsınız cavablarını. Daha sonra nədir? Listening sınaqdan işlə. Bu nə deməkdir? Siz tutaq ki, listening bilmirsiniz necə işləmək lazımdır və ya reading bilmirsiniz necə işləmək lazımdır. Həmin o dediyim həftəlik sınaqları açırsınız, elektron versiyasını. Baxırsınız ki, tutaq ki, bu həftə Güvən nəşriyyatı listeningə nə salıb? Sadəcə baxırsınız. Həmin o listeningin dinləməsi həmin o sınağın altında olur, yəni. Sınağı paylaşırlar və sınağın altında da dinləmə olur. Siz basırsınız, elə listeningə qulaq asmış olursunuz. Mən nümunə kimi göstərəm sizə. Məsələn, elə sınaq var ki, məsələn, bu 9-cu sinifdir və kimindir bu? Aynura Həmidova. O xanımın, o müəllimin sınağıdır, yəni özü hazırlayıb və Telegramdan tapmışam. Bu QR kodu skan edirsiniz, listening avtomatik açılır. Siz başlayırsınız bunu işləməyə. Yəni burada çətin bir şey yoxdur. Toplunun arxasından da işləyə bilərsiniz sınaqları.